Salam, hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri bugün Gol TV'de AFFA U11 Liqası Lazio Baku Bayer Baku görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, hər iki komandanın ifasında bugün gözəl futbol izləyəcəyik. C qrupunun 4-cü oyunu da ümumiyyətlə qruplar haqqında sizə oyunun gedişində məlumat verəcəm. İndi isə komandanın niyyətlərini sizə təqdim edirəm. Bayer Baku'da qonaq komanda bizlərə onları göstərib. Onların niyyəti bu cürdür. Qapıda 1 nömrə Ferhat Gözəlov, 2 Şəhriyar Abdullayev, 9 Ali İbrahimov, 10 Əli Bağırov, 18 Ömər Mustafazadə, 19 Uğur Əliyev, 22 Yunus Diniyev. Komandanın baş məşqçisi, qapıya zərbə. Yunusun zərbəsi, daha sonra top qapı tinlədərək, dirəyə dəyərək oyuna qayıdır və top meydana tərk edir. Komandanın baş məşqçisi Emin Əliyev, digər futbolçular 5 Kənan Bayramov, 8 Ömər Nəsibli, 17 Əkbər Zamanov. Bu Bayer Baku'nun günkü oyunda iştirak etməli olan oyuncuların siyasi. İndi isə Lazio Baku'nun heyətini sizlərə təqdim edirəm. Qapıda 99 nömrə Murad Qasımov, 3 komandanın kapitanı Muhammed Merdanlı, 6 Şamil Dadaşov, 7 Ümid İskəndərli, 8 Bagi Məmmədli, 9 Timur Mirzayev, 11 Hüseyin İbrahimli. Komandanın baş məşqçisi Nağı Əliyevdir. Digər futbolçular 5 Emin Əhmədov, 10 Matvey Kiselev, qayda pozulur, 17 Yusuf Şamilov. Təhlükəli nöqtədən Bayer Baku futbolçuları cərimə zərbəsi yerinə yetirəcək. Yunus Diniyevə qarşı görüşü idarə edən hakim Toğrul İbadov qayda pozuntusu qeydə aldı. Olduqca təhlükəli nöqtədə canlı səhti də geriyə çəkir. Şəhriyar Abdullayev, Bayer Baku'nun 2 nömrəli futbolçusu topun gerisindədir. Bəli, hakimdən də işarəyə Şəhriyar qapıya zərbə indirir. Çox təhlükəli alınan top qapının yanından keçir. Ferhat Gözəlov ötürmə verməyə oyuncu axtarır. Ötürmə. Ali solda oynuyor. Yunus bəli rəqibdən indi topu almağı bacarır. Yunus qapıya zərbəsi və gol. Hesab açılır. Görüşün ikinci dəqiqəsində Bayer Baku futbolçuları topu qapıdan keçirir. Yunus Diniyevin qolu. Müdafiə edilmiş səhvi bağışlamadı. Yunus. Murad çox çalışdı ki, bu zərbənin qarşısını kəssin, amma qola mane ola bilmir. Lazio birbaşa qapıya zərbə qapçı. Fərhadı bu cür zərbələrlə narahat etmək çətindir. 5 nömrəli futbolçu Emin top oyuna daxil etdi. Timur. Murad topu irəli vurur. Və gol, hesab bərabərləşir. Murad Qasımovun qolu. Öz qapısından rəqib qapısına gözəl gol vurur. Hesab bərabərdir. 3 dəqiqə sonra hesab bərabərləşir. Yunus'un qoluna Murad qapçı cavab verir. Cərmə zərbəsindən qapıya zərbə. Murad bəli topun meydandan çıxmasına mane olur. İrəliyə ötürmədir. Lazio hücum qurmağa çalışırdı, amma Ferhat Timur qarşılayır. Yenidən top Ferhada qədər gəlib çatır. İrəliyə doğru ötürmə. Yenidən Timur topu qarşı qapıya zərbə, qapçı topu meydanda saxlamağa bacarır. Bayer Baku təhlükənin bəli qarşısını alır. Lazio başlayacaq. Muhammed 3 nömrəli oyuncu İrəliyə. Sənin pas ver Maqliyə, Maqli pas ver. Ümid. Yenidən Məhəmməd. Daha bir out. Yaxşısan Məhəmməd, superdir. Bu dəfə də Muhammed top oyuna daxil edir. Bayer Baku oyuncuları topu irəli vurur. Yaxşı sən də, ayaq yox, baş. Muhammed topun bəlindi. Bayer Baku. Ha bu bəli hakim qərar doğrudur. Qayda pozuntusu qeydə alınır.
Top Bayır Bakıda qaldığına görə hakim oyunu davam etdirmək istəmirdi, amma Bayır Bakı top itirdikdən sonra eyni qayda pozuntusunu qeydə alır. Şəhriyar bir dəfədə qapıya zərbə, qapçı top əlindən buraxır. Nələr baş verir? Daha yox, qapçı iki cəhdə topun qarşısını kəsə bilir. Murad Qasımov gol vurduqdan sonra özünə inamın bir qədər də artıb. İrəliyə Əli topu qarşılamışdı. Şəhriyar Bravo Şamil, bravo. Şamil ona qarşı mübarizə apardı bu epizodda. Sağa bak. Mehmet kapıya düşsen gol. Məhəmməd Cəlmə zərbəsindən topu oyna birbaşa. Qapıya zərbə, olduqca təhlükəli zərbə izləyirik. Şöyle at, şöyle at. Güncdən zərbə ilə Əli Bağırov topu oyuna daxil edəcək. Uzat da ora. Bayır Bakı oyuncuları içəriyə doğru ötürmə zərbə və Bayır Bakı yenidən hesabda önə çıxır. Uğur sen vurdun ha? Səhv etmirəmsə Ömər Mustafazadə toxunuş. Onaydı golun təkrarı bizlərə bir daha təqdim olunur, izləyirik. Bəli, 18 nömrəli futbolçu Ömər Mustafazadə topu qapıdan keçirib. Outdan Bayır Bakı topu oyuna daxil etdi. Artıq hər iki komanda qayda pozuntusu, bəli, hakim epizoda daha yaxın idi. Bayır Bakı növbət dəfə artıq 3-cü dəfədik təxminən bu məsafədən cəlmə zərbəsi vurmaq imkanı qazanıb. Təhlükəli zərbələr izləmişik. Əli Bağırov. Yox. Əlməz qapıya o zərbə indirir. Bu dəfə də qapçı. Muradda nə reaksiya? Topun qarşısını kəsir. Hücum davam edəcək. Bayır Bakı hücumunu izləyirik. Latsiyollar topu uzaqlaşdırmağa çalışırdı. Qapıya zərbə alınmır. Latsio rəqələrə müdafiə olunmağa çalışır. Nəqsini qurmaq üçün əla bir imkan var. Ötürmək keçmir Şəhriyar. Qapıya yox, zərbə Yusufun zərbəsidir. Qapçı Fərhad vaxtında real çıxır. Latsiyollar hücum qurmağa çalışır. Qapıya zərbə, top qapının üstündən keçir. Muhammedin zərbəsi idi komandanın kapitanı. Aferin uşaqlar, yaxşıdır, 3 yaxşıdır. nömrəli oyuncu. Altdan Latsio topu oyuna daxil etdi. Oyna bak, oyna bak. Hüseyin Alyona qarşı mübarizə aparırdı. Bayır Bakı təhlükəli gəlirlər, amma Latsio buna imkan vermir. Yenidən top ikisinə yol verilir. Ali yerində çevrilməyə çalışırdı. Top Bayırda qalır. Əlidən gözəl hərəkətlə keçdi rəqibini. Ötürmə, qısa ötürmələr izləyirik. Sədiyyət daha bir ötürmə və daha bir gol Bayır Bakıdan gəlir. 17 nömrə Əkbər Zamanovun golunu izləyirik. Qısa ötürmələr, çox səliqəli gol vurulur. Xahiş edirik ki, bəli, golun təkrarı bizə təqdim olundu. Əli Bağırovun gözəl hərəkəti, Uğurun ötürməsi və Əkbərin qolu. Bayır Bakı üstünlüyü bir qədər də artırır. Uşaq liqalarında nəticənin önəmi yoxdur. Əsas məqsəd uşaqların düzgün şəkildə futbolun sirlərinə yiyələnməsidir. Bayır Bakı daha bir hücum qurmağa çalışır artıq. Onlar təhlükəli olmağa başlayıb. Uzaqdan qapıya zərbə indirilir Murad. Murad Qasımov topu irəli vurur. Və nələr baş verir? Daha bir gol. Bu dəfə də qapçı Murad Qasımov. Artıq bu onun sevdiyi bir işə çevrildi. İkinci dəfədir ki, bu cür gol vurur. Zərbələri bir qədər qüvvətlidir. Qarışıq bir vəziyyət var. Qapçı Fərhad topu uzaqlaşdırmağa çalışır. Timura dayan top meydanı tərk edir. Outdan Latsio. Bayır Bakı top oyuna daxil etməz, amma hakim ilk hissənin başa çatdığını bildirir. Hörmətli futbol azarkeşləri qısa fasiləyə ayrılır.
Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri AFFA U11 liqasında Lazio Baku Bayer Baku görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. Bayer Baku mərkəzdən topu oyuna daxil edir. Muhammed ilk hissədə qapılara 5 gol vurdu. Vurulan qolları bir daha xatırlayaq. Timur soldan gəlir. Səhv etmirəm. Top sonda Timurun özünə dəyərək meydanda. Murad artıq Lazio Bakı 2 gol vurubsa, hər 2 golun müəllifi qapıcı Murad Qasımovdur. Cəlmə zərbəsini Sola pas ver İbra. bu dəfə Lazio'lular yerinə yetirəcək. Muhammed Merdanlı topun gerisindədir. İlk hissədə də onun bir cəlmə zərbəsi təhlükəli alınmışdı. Hakimdən işarə gəlir. Muhammed sol ayaqla qapıya. Zərbə qapıcı Fərhad. Topu irəli vurmağa çalışır. Hakim belə epizoda yaxın idi qayda pozuntusunu qeydə alır. İbra qabağında diyor. Muhammed Merdanlı standart vəziyyətdən topu oyuna daxil edəcək. Muhammed topu oyuna daxil etdi və gol! Çox gözəl gol izləyirik. Timur bir anlıq bizlərə Neymar'ı xatırladı, Drogba'nı xatırladı. Bu nə gol idi? Muhammed'in ötürməsi, əla ötürmə, gözəl gol. Xahiş edirik, vurulan bu golun təkrarı bizə bir daha təqdim olunsun. Timur Mirzayev, golun təkrarı bizlərə bir daha təqdim olunur Muhammed'in ötürməsindən. Sonra Timur gözəl zərbə ilə gözəl gol vurur. Dabanı ilə topu rəqib qapısından keçirir. Rusları bırakmışam ora. Görün neyirsin. Gitti yani. Aga. Bravo. Murat Senin gittim rahat. top oyuna daxil edir. Uzaqdan Timur yoxdur. Qapını qapıcı top əlindən bıraxır. Daha bir zərbə müdafiəçilər. Qapıya zərbə və gol. Matvey 10 nömrəli futbolçu topu qapıdan keçirir. Bayer oyuncuları bu golun qarşısına kəsmək üçün çox çalışırdı. Amma Matvey son zərbəni bir qədər bərk vurur, bərk endirir. Lazio'lular daha bir gol vurur. Çok rahat. İleriye. Out. Lazio standart vəziyyətdən topu oyuna daxil etdi. Muhammed çevrildi. Qapıya zərbəsi. Yox, qarışıq bir vəziyyətli Matvey. Bayer Baku buna imkan verir bir nəqsin yox. Alınmır burada. Emin korkusan bağla. Emin Bravo, onun Emin, bravo. nəzarəti altında top meydanı tərk etdi. Lazio başlayır. Matvey top meydanı tərk etməyib. Türmə keçmir. Bravo Emin. Süpersen. Alttan Lazio top oyuna daxil edir. Timur ötürmək istəyirdi. Ona da ötürmə edilir. Emin senindir. Kima senindir. Kima koyma. Ali Oyo üstüne. ileriye daha bir ötürmə. Oyna oyna. Qapıya zərbə. Murat telaşma. Uğurun zərbəsi idi. Telaşma. Murad Qasımov. Telaşma. Gol çıksınlar. Ver indi. Murad ileriye indi hadisəni izləyirik. Daha bir gol vurmağa yaxın idi. İndi qarışıq bir vəziyyət var. Zərbə və top qapıdan keçir. Lazio'lular daha bir gol vurur. 17 nömrəli futbolçu Yusif Şamilov. Oyuncu tuturu. Altdan Bayer Baku oyuncuları top oyuna daxil etdi. Hər kəs istiqamətini ötürmə. Timur Muhammed. Timur texnikasını çox bəyəndim. Matvey Bayer Baku Git bak. ileriye doğru. Git. Daha bir ötürmə izləyirik. Yusuf gel ben sen bırakmamışam oyna. Muhammed
Alyona qarşı mübarizə. Muhammed keçdi. Muhammed çox sürətli içəriyə yerli ötürmə amma Bayır Baku bu epizodda yaxşı oynayır. Hücum qapıya zərbə Timurdan o qədər də təhlükəli alınmır. Fərhad Gözəlov bu zərbədən qarşısını kəsir əliyə doğru. Ötürmə Timurun önünə düşür. Timurdan qapıya daha bir zərbə. Bu dəfə top qapıdan keçir. Timurun qolu. 9 nömrə bugün şov göstərir. 9 nömrənin haqqını verir. Timur Mirzəyev. Altdan top oyuna daxil edilir. Açma qabağını. Ali. Muhammed. Sol cinahda olduqca fəal içəriyə ötürmə. Qapıya zərbə amma bəli hakim. Burada qapçı qarşı qayda pozuntusu qeydə alır bəli. Bildirir ki bu gol qeydə alınmayacaq. Fərhad Gözəlov yerdə qalır. İnanırıq ki səhətində o qədər də ciddi problem olmaz. Bəli ayağa qalxaraq görüşü davam etdirəcək. Məhəmməd arxına eləyirlər. İrəliyə doğru ötürmə. Timur çat, Timur çat, Timur çat. Və qapıya zərbə indirilir. Amma istədiyi zərbəni vura bilmir. Yo, olmaz söyle. Futbol dayan narahat oynuyor. Əkbər Zamanov. Hörmətli futbol azarkeşlər artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya bugünkü oyuna görə öz təşəkkürümü bildirirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm və bitdi. Oyun başa çatdı hörmətli futbol azarkeşləri. Hər iki komanda bugün yaxşı oyun göstərdi, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Bayır Bakuda 10 nömrə Ali Bağırov, oyunun ulduzu isə Lazio'nun 9 nömrəli futbolçusu Timur Mirzəyevdir. Hörmətli futbol azarkeşləri bizə ayrılmış vaxt burada. Başa çatdı, sağ olun və ən əsas odur ki, sağlam olun.